Qardabani Bələdiyyəsinin Kosallı kəndində Hacılılar nəsli Hacılı həmrəyliyi gününü qeyd edib. Belə ki, Kosallı kəndinin ən qədim və ən böyük nəsillərindən olan Hacılılar ənənəvi olaraq dekabr ayının 30-u bir araya toplaşaraq yeni ilin gəlişini və dünya Azərbaycanlılarının həmrəylik günü münasibəti ilə geniş bayram şənliyi təşkil edirlər. Nəslin nümayəndələri Real News-a verdikləri müsahibələrində bu günün onlar üçün önəmindən danışıblar. Bu gözəl məkanda Hacının nəslinin toplandığı gündür. Bu gün nəslimizin həmrəylik günüdür. Bu artıq ikinci ildir qeyd olunur. Bu bir ənənə şəklini alıbdır. Bu da bizim gənclərin bir-birini tanımasına, bir-birindən mehriban ünsiyyət, birbaşa ünsiyyət qurması üçün çox gözəl bir tədbirdir. Və bu ənənəni gənclərimiz indən belə də davam etdirəcəklər. Bizim nəsil, Hacılı nəsli bu eldə, yəni Kosalı elində ən böyük nəsillərdən biridir. Və əsas məqsədimiz də bizim gələcək nəsli bir-birinə bağlamaq məqsədi güdür. Çünki devr elə gəlib ki, insanlar daha çox telefona müraciət edir. Qədimdə belə deyildi. Qohum əqrəbə bir-birinin evlərinə gedirdi bayramlarda və hamı bir-birini tanıyırdı. İndi bizim bu ikinci ildir. Bundan əvvəl də keçirmişik bu görüşlərimizi. Məqsəd odur ki, bizim gənclərimiz bir-birini tanıya bilsinlər və öz nəsillərinin qədimliyini, keçmişliyini dərk eləsinlər. Və bu doğrudan da bizim keçən ilki təşəbbüsümüzdə də özünü çox gözəl göstərdi. Hətta ailələrdə uşaqlar təəccüblənirlər ki, doğrudanmı? Məsələn, filan kəs bizim əmioğludur və yaxud dayıoğludur. Bu şəkildə söhbətlər gedirdi. Və bu gün sağ olsunlar ki, bizim gənclərimizə bu gözəlliyi təşkil elədilər. Hər birinə minnətdarımızı bildiririk. Və bunun əsas təşkilatçıları Hələbidir, Natiqdir, Amildir. Allah hər birinə can sağlığı versin. Bayram şənliyində ilk öncə Hacılılar nəslinin tarixi barədə iştirakçılara ətraflı məlumat verilib. Daha sonra nəslin gəncləri Hacılı nəsli haqqında yazılmış şeirlər səsləndiriblər. Hacılı kökündən qollar ayrıldı. Bir ağac kimidir budaq yarpağı. Kökü dərindədir min illik tarix, mərdliklə yoğrulub imanla haqlı. Yaxşı ki, bu gün bir süfrədə toplanmışıq biz, bir kökdən, bir qandan yaranmışıq biz. Tədbir musiqili konsert proqramı ilə davam etdirilib. Hacılı kökü nəsli Qarayazı elində ən böyük köklərdən biridir. Bizim buraya yığılmaq məqsədimiz həmrəy olmaq, mehriban olmaq, kökü nəslə bir-birinə tanıtmaq və gələcək nəsillərimizə örnək olmaq, kökümüzün adını yaşatmaqdır. Mən öz kökümüz adından bütün dünya Azərbaycanlıların həmrəylik gününü, yeni ilini təbrik edirəm və bütün bizim millətin neçə belə gözəl yeni illərə çatmasını arzu edirəm. Qeyd edək ki, Qardabani Bələdiyyəsinin Nəzərli, Kosallı kəndlərində hər kəs öz nəsli ilə tanınır. Kadrlarda gördüyünüz bu evlərin yerində vaxtilə Hacılı nəslinin ulu babalarının yurtları olub. Vahid Ömərlinin müəllifi olduğu Qarayazı kitabında yer alan məlumatlara əsasən, Hacılılar nəsli 700 ildən çoxdur ki, indiki Qardabani Bələdiyyəsinin ərazisində məskunlaşıblar. Bundan öncə isə Dəmirçi Həsənli kəndində Hacılılar nəslinin nümayəndələrinin yaşadığı, bunun oradakı qədim qəbristanlıqda yerləşən məzar daşlarında da qeyd olunduğu bildirilir. Həmçinin 1870-ci ildə Tiflis quberniyasından 37 km aralıda Marina kanalı boyu yerləşmiş kəndlərdən birinin adının Hacılar olduğu vurğulanıb. Onu da bildirək ki, Hacılılar bu gün də Kosalı kəndində ən böyük nəsillərdəndir.